Salam, vaxtınız xeyir olsun. Bugün 18 iyun 2026-cı il. Bugün sizlərlə üzümün əkilmə qaydası haqqında söhbət eləmək istəyirəm. Bəli, keçən videoların birində mən bu haqda danışmışdım şifahi olaraq. Bugün isə üzüm əkdiyim üçün bunu fürsət bilib videosunu çəkmək qərarına da gəldim. Deməli, ilk öncə 50 sm enində, 50 sm dərinliyində bir çuxur qazılır. Və çuxurun müəyyən bir hissəsini, baxın gördüyünüz kimi, torpaq, peyin, qum və torfdan ibarət olan bir qarışım hazırlayıb müəyyən bir hissəyə kimi doldururuq. Burada məqsəd nədir? Bir də kül, ocaq külü. Burada məqsəd nədir? Bildiyimiz kimi torpaqda sıxlıq daha çox olur. Buna görə də köklər inkişafı biraz zəif olur. Buna görə biz oraya torf əlavə edirik. Torf daha yumşaqdır və yumşaq olduğu üçün də kökün inkişafına mane yaratmır. Qum nəmliyi saxlamaqdan ötürüdür ki, suvarma etdiyimizdən dərhal sonra torpaq qurumasın. Daimi nəm qalsın ki, kök inkişaf edə bilsin. Yəni birinci il üçün kökə kömək. Peyin və torpaq isə bildiyimiz kimi mineral gübrələrlə zəngindir və buna görə lazımdır. Külə gəldikdə isə deməli bildiyimiz kimi torfda pH dəyəri yüksək olur. Və kül bu pH dəyərini azaltmağa kömək eləyir və zərər vericilərdən qoruyur. Müxtəlif xəstəliklərdən, zərər vericilərdən qoruyur. Bu bizim kökləndirdiyimiz üzümçülüklərdir. Baxın, kökləri də göründüyü kimi. Qabı kəsərkən bir qədər diqqətli olmaq lazımdır ki, dağılmasın. Bax, belə vəziyyətdə qalsın. Ondan sonra qırağını isə bildiyimiz adi torpaqla. Birinci üst torpaqla, yəni birinci üz deyəndə nəyə nəzərdə tuturuq? Beli torpağa vurduğumuz anda birinci qat, ikinci, üçüncü qat artıq bir o qədər keyfiyyətli torpaq sayılmır. Qırağını da doldururuq. Doldurduqdan sonra isə birinci su, yəni can suyu vermək mütləqdir. Diqqətiniz üçün təşəkkür edirəm. Allah hər kəsin əziyyətinə bərəkət versin.